80% hallarda ChatGPT yanlış diaqnoz qoyur. Amerika alimlərinin apardığı yeni araşdırma bunu sübut edib. Bu və digər maraqlı tibb xəbərlərini izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Azərbaycan Tibb Universitetinin əməkdaşı Özbəkistanda keçirilən konqresdə birinci yerə layiq görülüb. Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Onkoloqlarının ikinci konqresində Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının nümayəndə heyəti müvəffəqiyyətlə iştirak edib. Tədbir çərçivəsində kafedranın dosenti Tamara Quliyeva, dosent Samirə Səfərova və baş laborant Sürəyyə İmanova maraqlı məruzələr ilə çıxış ediblər. 700-ə yaxın iştirakçının qatıldığı konqresdə dosent Samirə Səfərova ən yaxşı poster çıxışı nominasiyasında birinci yerə layiq görülüb. Samirə Səfərova həmçinin Özbəkistanın Səhiyyə naziri Asılbek Xudayarov tərəfindən diplom və xüsusi mükafatla təltif olunub. Dosent Samirə Səfərova STV-yə konqres haqqında təəssüratları haqqında danışarkən bildirib ki, Türk Dövlətləri Onkoloqlarının ikinci beynəlxalq konqresi çərçivəsində elmi proqramda iştirak etmək onun üçün böyük peşəkar əhəmiyyət kəsb edib. Konqres zamanı təqdim etdiyim məruzə moderator qismində apardığım elmi sessiyalar və tədqiqat, işimin birinci yer mükafatına layiq görülməsi, onkologiya elminin aktual istiqamətləri üzrə aparılan işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından xüsusi önəm daşıyır. Bu mükafatı Özbəkistan Respublikası Səhiyyə naziri cənab Asilbek Anvaroviç Xudayarovdan almaq isə xüsusilə qürur vericidir deyə həkim bildirib. Bu nailiyyəti qürurla təmsil etdiyim Azərbaycan Tibb Universiteti Onkologiya kafedrası və klinikasının multidisiplinar yanaşma, klinik təcrübə ilə elmi tədqiqatların inteqrasiyası və həmkarlarla səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirirəm. Klinika rəhbərliyinə başda akademik Əhliman Əmiraslanov, Tamara Quliyeva olmaqla bu şəraiti yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm deyə dosent Samirə Səfərova fikrini tamamlayıb. Menstruasiya sikli bitən xanımlar menopauza dövründə preparat qəbul etməlidirmi? Bəzi həkimlər bəli, dərmanların qəbulu vacibdir deyir, digərləri isə qətiyyən. Baxaq görək yerli mütəxəssisin bu məsələyə münasibəti necədir? Və mütləq şərhlərdə yazın, siz dərman istifadə edirsinizmi, əziz xanımlar? Menopauza preparatları faydalıdırmı? Menopauza dövründə qadınlar üçün nəzərdə tutulan dərman preparatlarının sayı sürətlə artır. Lakin həkimlər xəbərdarlıq edir ki, bu trend hər zaman tibbi fayda demək deyil. Mütəxəssislər bildirib ki, qadınlar tez-tez çıxış yolu axtararkən müxtəlif kremlərə, qida əlavələrinə və cihazlara üst tutur. Sosial şəbəkələrdə aparılan aktiv reklam kampaniyaları isə bu məhsullara marağı daha da artırır. Bəs menopauza dövründə qadınlar hansısa preparatlar qəbul etməlidirmi? Mövzu ilə bağlı cərrah mama ginekoloq doktor Vəfa Bədalova STV xəbərə danışıb. İlk öncə baxaq görək menopauza nədir? Menopauza qadınlarda aybaşların tam dayanması və reproduktiv dövrün bitməsi ilə səciyyələnən fizioloji prosesdir. 12 ay qadın əgər aybaşı görmürsə, biz artıq bu diaqnozu qoyuruq. Əsasən 45-55 yaşlarında rast gəlinir. Bu zaman qadınlarda bir çox şikayətlər ortaya çıxır. Əsasən onlar əsəbilik, gecə tərləmələri, istilik basmalar, yuxusuzluq kimi şikayətlərlə müraciət edirlər. Və müalicə üçün adətən hormonal müalicəyə üstünlük veririk. Hormon əvəz edici terapiya deyirik biz buna. Çünki bu zaman qadınlarda estrogenlərin, progesteronların miqdarı aşağı düşdüyündən bu əlamətlər meydana çıxır. Amma bundan İlk öncə müayinələr aparmalıyıq, çünki hər qadına hormon təyin etmək mümkün deyil. Əgər buna əks göstəriş yoxdursa, ən effektiv müalicədir. Mütəxəssis hər hansısa bir məhsulu almadan əvvəl həkimlə məsləhətləşməyin vacib olduğunu vurğulayıb. Depressiyada olub-olmadığınızı qan testindən biləcəklər. Texnologiya artıq elə bir həddə çatıb ki, artıq əhvalımızı da qanımızdan biləcək. Baxaq. Qan analizi ilə doğru antidepressant seçimi. Depressiya müalicəsində yeni texnologiya alternativ yaradılır. Neurocare startapı innovativ qan testi hazırlayıb. Yeni test adi analiz kimi aparılır. Lakin fərqi ondadır ki, götürülən qan nümunəsindən laboratoriyada pasiyentə məxsus neyron hüceyrələri yaradılır. Daha sonra bu hüceyrələrin müxtəlif antidepressantlara qarşı reaksiyası yoxlanılır. Əldə olunan məlumatlar süni intellekt vasitəsilə analiz edilir və həkimlərə pasiyent üçün daha
uyğun dərman seçimləri təqdim olunur. Mütəxəssislərin sözlərinə görə bu üsul sayəsində xəstələrin aylarla, hətta illərlə davam edən uğursuz dərman dəyişikliklərindən qaçmaq mümkündür. Hazırda depressiya müalicəsində dərmanların təsirini əvvəlcədən proqnozlaşdırmaq çətin olduğundan pasiyentlər effektiv nəticəni gec əldə edir. Kofe xəbərlərini çox sevirəm, çünki aludəçisiyəm demək olar. Üstəlik bu xəbərlər xoş olanda sevincim 2-yə qatlanır. İndi isə bu xoş xəbəri diqqətinizə çatdırıram. Alimlər deyir, günə 2-3 fincan kofe içməyin nəticəsində bəzi psixi xəstəliklərin qarşısı alınır. Tam mənlik xəbərdir. Baxaq. Psixi sağlamlıq üçün qəhvə miqdarı müəyyənləşib. Gündə 2-3 fincan qəhvə içmək psixi sağlamlıq üçün faydalıdır. Journal of Affective Disorders jurnalında dərc olunan yeni araşdırmaya görə qəhvənin orta səviyyədə istehlakı psixi pozuntuların yaranma riskinin azalması ilə əlaqələndirilir. Tədqiqatçılar Böyük Britaniyanın Biobank bazasından 40-69 yaş arası 460 mindən çox insanın məlumatlarını təhlil edib. İştirakçılar gündəlik qəhvə istehlakı barədə məlumat verib və orta hesabla 13 ildən çox izlənilib. Nəticələr göstərib ki, gündə 2-3 fincan qəhvə içənlərdə risk daha aşağı olub. Lakin 5 və daha çox fincan istehlakı əksinə riskin artması ilə əlaqələndirilib. Alimlər hesab edir ki, qəhvənin tərkibindəki kofein və digər bioaktiv maddələrin iltihab əleyhinə və neyroprotektiv təsiri bu nəticəni verir. Bununla belə mütəxəssislər psixi sağlamlığın qorunması üçün balanslı yanaşmanın vacib olduğunu vurğulayıb. Süni intellekt 80% hallarda yanlış diaqnoz qoyur. Bu barədə Amerika alimlərinin maraqlı bir araşdırması var. Əminəm ki, bir çoxlarınız hər hansı bir analizlərin cavablarını mütləq şəkildə ChatGPT-də yoxlayırsınız, ondan soruşursunuz. Çünki mənim çevrəmdə də kifayət qədər bu cür insanlar var. Amma əzizlər, ChatGPT-nin yanlış diaqnozundan sonra bir çox həkimlər yanlış müalicə üzərində apardığınız hər hansı bir qəbul etdiyiniz dərmanlar və müalicələrin fəsadlarını da aradan qaldırmağa məcbur olur. Ona görə bir canlı, diri həkim ChatGPT-də 1000 dəfə yaxşıdır. Süni intellekt 80% hallarda düzgün diaqnoz qoya bilmir. Yeni araşdırma göstərib ki, süni intellekt ilkin tibbi diaqnostikada hələ də etibarlı deyil. Amerika Birləşmiş Ştatında fəaliyyət göstərən Mass General Brigham tədqiqatçıları müəyyən edib ki, dil modelləri 80%-dən çox hallarda düzgün ilkin diaqnoz qoya bilmir. JAMA Network Open jurnalında dərc olunan nəticələrə görə süni intellekt sistemləri tam klinik məlumat təqdim edildikdə daha dəqiq nəticə versə də, ilkin mərhələdə simptomlar əsasında diaqnoz qoymaqda çətinlik yaşayır. Araşdırma çərçivəsində GPT, Gemini, Cloud və digər 21 model 29 klinik ssenari üzrə test edilib. Modellərə məlumatlar mərhələli şəkildə təqdim olunub. Nəticədə məlum olub ki, əlavə analiz və müayinə nəticələri verildikdə dəqiqlik artsa da, erkən mərhələdə səhvlər yüksək olaraq qalır. Mütəxəssislər bildirib ki, süni intellekt hələ klinik istifadə üçün hazır deyil və yalnız həkim nəzarəti ilə tətbiq olunmalıdır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib səhiyyə xəbərlərini bizdən izləyin. Unutmayın, bilməyi hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.